Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. İyun ayının axır günləridir və istirahət günləridir. Allah sizlərə can sağlığı versin, gözəl istirahət günləri qismət eləsin. Biz hal-hazırda Mərdəkandayıq. Mərdəkanın ən gözəl, seçilən və sayılan küçələrindən birində, Əncirli ərazisində, Əncirlik adlanan bağlar massivindəyik. Baxın, sizə dəqiq olaraq məlumat verirəm. Bu ev yerləşir KFC-nin arxa hissəsi, Əncirli marketin arxasında. Mərkəzi yoldan, Buzovna, Mərdəkan yolundan 220 metrdir. Amma mən sizə 250 metr deyəcəm. Qoyun, biraz artıq deyim. Yəni, az deyib uzağa getməyim. Biraz artıq deyim sizlərə. 250 metrlik məsafədə, gözəl bir küçədə yerləşir. 4,5 sotun içərisində inşa olunub. Evin daxili, evin bölgüləri, evin proyekti, evin, necə deyərlər, çox gözəl bir istəklə tikilməsi göz qabağındadır. Baxın, çox gözəl bir dizaynla tikilməsi də göz qabağındadır. Avtomatik olaraq darvaza putla təhciz olunan. Keçdin həyət, maşallah, geniş həyəti var. 6 dənə maşın yerləşər, 5 dənə, 6 dənə maşın yerləşər. Təmir üst səviyyədədir. Baxın, sizə deyirəm, təmir üst səviyyədədir. 4,5 sotun içərisində olan evlərin çoxsunun demək olar ki, hovuzu daşma və bu boyda olmur. Həyətində neçə tonluq deyəcəm, dəqiq bilmirəm, qoy deyim. Həyətində 2,5 tonluq su anbarı var, yerin altındadır. Rezerv su anbarıdır, ehtiyac su anbarı. Qaz, su, işıq hamısı daimi də burada. İnternet falan, hər bir şey var. Kamera xəttləri hamısı çəkilib. Bundan əlavə olaraq keçirik həyətə. Keçən kimi sol tərəfdə həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı mövcuddur. Gözəl, təmirli, qəşəng. Keçdik. Burada kiçik bir əl damı kimi və yaxud da görürsünüz də burada motorxana falan hamısı yığılıb bura. Ehtiyat otaq kimi istifadə olunur. Buradan birbaşa mən keçirəm indi. Sən oradan gəlirsən. Oradan keçə bilərsən? Yox, gəl bura. Biz indi hal-hazırda keçirik söhbətgaha. Söhbətgaha buradan bir qapı var. Giriş-çıxış qapısı. Amma bundan əlavə olaraq sizə məlumat verib. Ön hissə, həyətə baxan hissə, bütöv olaraq cam balkon, hovuza baxan hissə, sıyrılma cam balkon. Düz axıra qədər açılır. Yenə deyirəm, vallahi deyirəm, heç bir bugünkü gündə balaca, kiçik bağlarda daşıma hovuz boydanası yoxdur. Ən gözəli bilirsiniz nədir? Demək olar ki, evin həm yataq otağı, həm dəhliz, həm də qonaq otağı birbaşa mərkəzə, divara yox, mərkəzə, hovuza baxır. Həyətdəki sanitar qovşağından əlavə olaraq burada ev sahibi açıq bir duş da qoyub, amma hovuzdan çıxanda burada yuyunmaq üçün. Evin içərisinə keçməyək və yaxud da obursa hamam tualetə keçməyək. Keçirik. Burada 2 dənə gün şüası almaq üçün şezlong və çarpaylar qoyulub. Həm şezlong deyirəm, həm də çarpayı deyirəm. Kim necə başa düşürsə, elə də başa düşsün. Evin bütöv hər tərəfinə fırlanmaq olur. Kombi aparatı, kombi dolabı evin arxa hissəsindədir. Əzizlərim, baxın, saat 6-ya işləyib. Gözəl, qəşəng. Burada demək olar ki, üstü bağlı, heç nə lazımdır. Gün keçib, evin arxa hissəsinə çox da gəzəl bir ərazi var burada, oturub dincəlmək üçün. O üçün də hər bir şey, taxtadan qəşəng kreslo, 2 dənə divan da qoyulub, hovuzun motorxanası, su anbarı, hamısı ayağımın altındadır. İndi isə keçək evin daxilinə. Evin daxili superdir, çiçək, maşallah. Keçək evin daxilinə, buyurun. Adamın ürəyi açılır evin daxilinə keçəndə. Niyə görə deyim? Geniş dəhliz. Doğrudan deyirəm, proyekt superdir. Çox qəşəngdir. Geniş dəhliz. Sol tərəfdə divarın içərisindədir, divarda geniş və dərin dolab. Yuxarısı da var. Bir dənə burada asılğanlar. Keçirəm qonaq otağına. Baxın, geniş, böyük bir qonaq otağıdır. Qonaq otağının pəncərəsi, 'sı, 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 '
Hasarı var, açmıram, qapı var. Ciftlidir. Həm pəncərə kimi, həm də qapı kimi istifadə olunur birbaşa hovuz tərəfə. Bu qonaq otağının həm arxa hissəyə pəncərələri, həm də ön hissəyə pəncərəsi var. Çox işıqlıdır, qəşəngdir. Yəni istənilən vaxtı həm səhər, həm də günortadan sonra bura gün düşür. Qəşəngdir, çox gözəldir. Sonra buradan keçir. Burada dolab yığılıb, damafon qoyulub. Üzbəüz bəzənmə stolu var. Birbaşa ümumi giriş hissənin üzbəüz bəzənmə stolu. Keçirik sonra mətbəxə, maşallah, çox qəşəng, çox da böyük bir mətbəxi var. Niyə görə? Mətbəx demək olar ki, bütün dolablardan ibarətdir. Hər bir şey yığıblar da. Burada sobaları qoymaq üçün, qabyuyan maşın qoymaq üçün, geniş böyük bir soyuducu qoymaq üçün. Sonra bura baxın bir dənə. Burada moyka, yəni necə deyim, su hövzəsi yeri 2 dənədir, mərmərdir bütöv. Düz deməli baxır hasara, amma hasardan o tərəfə yaşıllıq və hasarın dibində qızılgül əkilib. 5 gözlü qaz sobası, aspiratoru və mətbəxin daxilində çamaşırxana. Çamaşırxananın daxilində hər bir şey düşünülür. Quruducu üçün kanalizasiya xətti, paltar yuyan maşını üçün xəttlər, burada trap və burada da su xəttləri çəkilib ki, kimsə istəsə gələcəyinə bəlkə bura ariston qoya bilərsə, bundan da istifadə edə bilər. Ev bütöv olaraq isti döşəmədir, hətta burada isti döşəmə ilə təmir olunub. Tam mərkəzdə yerləşən ümumi sanitar qurşağı. Geniş, gözəl, çox səliqəli bir sanitar qurşağı. Bir daha deyirəm, çox qəşəngdir, çox qəşəngdir, gözəldir. Evin içərisində olan təmir çox xoşuma gəldi. Sağ olsun bu ev sahibi. Super, əllərinizə sağlıq, ustalar. Birinci yataq otağı. Hündürlük 3 metr 80 santimdən yuxarıdır. Qiyməti də sizlərə söyleyeyim. Start qiyməti 395 min manat. Dəniz yolu kimlər istəyirsə buyursun gəlsin. Dəhlizdən həyətə, hovuza baxan hissə, buradan da qapı kimi, pəncərə kimi var, kimsə istifadə edə bilər. İkinci yataq otağı. Yox, bu göstərəcəm. Obusu yataq otağının içərisində yığılıb, onu göstərəcəm sizə, görəcək. Allah qoysa elbin, darıxma. Ən gözəl və müştərilərimizdən həmişə istədiyi bir yataq otağı. Necə? Yataq dəstini buradan qoyursan, baxın, həm buradan pəncərə var, ümumi giriş hissəyə baxan, həm də buradan pəncərə var. Ən çox deyirəm, müştərilərimizdən bizdən istədiyi kimi yataq otağı. Pəncərə birbaşa hovuza, həyətə baxır, divara baxmır. Bu yataq otağının daxilində sanitar qovşağı. Bəh, çox gözəldir. Sanitar qovşağı. Və qardirob otağı yerləşir. Əziz və dəyərli izləyicilərimiz, bu təqdimatımızı